Salam dəyərli dostlar, hər birini salamlayıram. Fizika Vadisindən mən Sadiq Şamilov. Dəyərli dostlar, belə 4 dənə sual var marağımızı çəkən. Düzdür, biz bunu əslində uşaqlarla işləmişdik. Düşündüm ki, faydalı olan suallar silsiləsindəndir. İstəyirəm ki, bunları həll eləyək və biraz inşallah ki, sizlərə xeyrimiz olar. Gəlin sual birinci, elə bura yazılmayıb, gəlin yazaq 1. Sual 1-dən başlayaq. Nə deyir dostlar? Deyir, kütləsi 10 kilogram olan cisim V0 bərabərdir 24 metr bölü saniyə sürətlə şaquli yuxarı atılır. Hərəkət müddətində cisimə 20 Newton sabit müqavimət qüvvəsi təsir göstərir. Cismin uçuş müddətini təqribi olaraq hesablayın. Aha. Gəlin dostlar, birincisi bunu anlamağa çalışaq. Deməli, burada bir yer səthi olsun. Baxın, belə bir yer səthi olsun. Buraya cisim yerləşdirilib. Baxın, belə bir cisim yerləşdirilib. Və bu bir V0 başlanğıc sürətlə yuxarıya doğru atılır. Aydın ki, bu cisim nə edəcəkdir? Qalxacaqdır. Məsələn, belə bir nöqtə olacaqdır. Göstərək. Daha sonra təbii ki, yuxarı qalxmağa davam eləyəcəkdir. Və qalxa biləcəyi maksimal qalxma hündürlüyündən sonra cisim nə edəcək? Aşağı doğru düşəcəkdir. Yəni, H maksimala qalxıb, oradan sonra nə edəcəyiz dostlar? Aşağı doğru bax beləcənə düşməyə davam eləyəcəkdir. Cisim yuxarı qalxarkən bunun yuxarı qalxdığı təcillə birinci təcil A1 deyək. Bu təbii ki, aşağı istiqamətdə yönəlir. Bilirsiniz ki, Y oxu yuxarıdır burada. Həmçinin aşağı düşdüyü təcillə də A2 deyək. O da aşağı istiqamətdədir. Çünki yuxarı doğru hərəkəti bərabər yavaşlayandır. Aşağı doğru isə sərbəst düşmə icra eləyir. H maksimalda isə son sürət nə olur? 0 olur. Əziz dostlar, burada müqavimət qüvvəsini bizə verib sualda. F müqavimət bərabərdir 20 Newton deyib. Məsələnin şərtinə baxa bilərsiniz bir daha. Baxın, müqavimət qüvvəsi olmasaydı, MA bərabərdir MG-dən A-nı J-yə bərabər götürə bilirdik. Amma təbii ki, burada belə yaza bilməyəcəyik. Onda gəlin, yuxarı qalxmalı üçün qüvvələri göstərək. Cisim sol tərəfdə yuxarı doğru qalxır deyə, aşağıya doğru nə təsir eləyir? MG ağırlıq qüvvəsi. Cisim yuxarı istiqamətdədir deyə, hərəkətin əksinə müqavimət qüvvəsi təsir göstərir. Yəni F müqavimət. Gəlin onda birinci tərəf üçün bu tənliyi yazaq. Cisim yuxarı doğru qalxır. Aşağı doğru hansı qüvvələr var? Baxaq, MG. MG qüvvəsinə müqavimət qüvvəsi eyni istiqamətdədir. Toplayıram F müqaviməti. Newton ikinci qanununa görə MA-ya bərabər etməliyəm. Birinci halda təcil MA1-dir. Gəlin verilənləri yerinə yazaq. Sualda M-i veribdir 10. J-ni aydın məsələdir ki, nə götürməliyik? 10 götürməliyik. Üstə gəl, müqavimət qüvvəsini verib 20. Kütlə də 10-dur. 10 vurulsun A1. Buradan deməli 100, 20 bərabərdir. 10 vurulsun A1-ə. Buradan A1 təcilini tapdıq. 10, deməli 2 metr bölünsün saniyənin kvadratı. Baxın, bu dursun burada. A1 təcilini tapdıq. İndi gənclər, gəlin buna uyğun qalxma müddətini tapaq. T qalxmanın düsturu bəllidir. T qalxma bərabərdir. Normalda T qalxma V0 bölünsün J'dir, amma burada müqavimət qüvvəsi var deyə A1-ə bölürəm. Çünki qalxma müddəti cismin yuxarı qalxmasına sərf olunan zamandır. V0 24 verilib sualda. Baxın. A1-i tapdıq 12. Deməli, bunun qalxma müddəti neçə oldu? 2 saniyə. Bu da dursun burada gənclər. İndi gəlin ikinci hala baxaq. İkinci hal yazaq bura. Cisim aşağı doğru düşdüyü hala baxaq. Yenə MG müqavimət qüvvəsi aşağıdır. Cisim artıq aşağı doğru düşür deyə havanın müqavimət qüvvəsi, MG ağırlıq qüvvəsi aşağıdır. Havanın müqavimət qüvvəsi isə onun sürətinin əksinədir, yəni yuxarıdır. Onda ikinci halda nə yazırıq? Fikir verin, aşağı salan qüvvə MG-dir, yuxarı qaldırmağa çalışan qüvvə müqavimətdir. Cisim aşağı düşübsə, deməli MG F müqavimətdən böyük olub. Onda MG çıxılsın F müqavimət bərabərdir. Bu dəfə artıq MA2 yazıram. Çünki aşağı düşmə anındakı təcillə A2 demişik, yuxarı qalxmaya A1 demişik. Bu zaman gəlin verilənləri yerinə yazaq. M 10-dur, J 10-dur. Havanın müqavimət qüvvəsini 20 verib. Kütlə 10-dur. Vurulsun A2. 100-dən 20 çıxanda 80 bərabərdir
10 vurulsun A2'yə. Buradan A2 təcili neçə tapıldı? 8 metr bölünsün saniyə kvadratı tapıldı gənclər. İndi A2-ni tapdıq. İndi gəlin cismin qalxa biləcəyi maksimal hündürlüyü hesablayaq. Gəlin bax onu da buraya yazaq. H maksın düsturu bərabərdir. V0 kvadrat bölünsün 2J'dir. Amma burada müqavimət qüvvəsi var deyə artıq J yox A1 yazıram. Çünki cisim maksimal qalxma hündürlüyünü haçan əldə eləyir? Yuxarı qalxarkən. Onda V0 24 kvadrat bölünsün 2 vur. A1'i tapmışıq. Baxın 12. 2'ni 12'ye vuranda 24. 24'lerin biri ixtisar gedir. Maksimal qalxma hündürlüyü neçə oldu? 24 metr oldu. Əla. İndi gəlin düşmə müddətini hesablayaq. Çünki qalxmanı zaten 2 saniyə tapmışıq. T düşmə düsturdan bəllidir ki, kök altında 2H max bölünsün J yazırdıq. Amma düşmə müddətində, yəni aşağı düşəndəki təcillə nə demişik? A2 demişik. Onda 2H max bölünsün A2 yaza bilərik. Bərabərdir. Kök altında 2 vurulsun 24 bölünsün 8. Gənclər, buradan kökü təqribi hesablasaq, zaten cavab bizdən təqribi hesablamamızı istəyir. Kök çıxacaqdır 2 tam %45. İndi baxın, bizdən nəyə soruşur? Uçuş müddətini. Əziz dostlar, uçuş müddəti T uçuş nəyə bərabərdir? T uçuş bərabərdir. T qalxma plus T düşmə. T qalxma 2'dir. T düşməni təqribi tapdıq neçə? 2 tam %45 saniyə. Onu da topladığımız zaman təqribi olaraq 4 tam %45 saniyə edəcəkdir. Yəni ki, A variantı. Əla. İnşallah ki, tam aydın oldu. Gəlin baxaq. Bu 2 nömrəli sual deyək buna. Deməli, 2 nömrəli suala. Nə deyir? Deyir, sürtünmə qüvvələrinin və blokların çəkilərinin nəzərə alınmadığı sistem şəkildəki kimi tarazlıqdadır. A cisminin çəkisi. Əziz dostlar, mail müstəvi üzərində olan bir cismə təsir göstərən qüvvələr. Baxın, bir qüvvə bu istiqamətdə olur, F paralel. Bir qüvvə bu istiqamətdə olur, F perpendikulyar. Bu qüvvəni göstərək mg ağırlıq qüvvəsi və təbii ki, bu istiqamətdə N reaksiya qüvvəsi. Sürtünmə nəzərə alınmır, tamamdır. Onda baxıram ki, bu ipdə bir T gəlinmə qüvvəsi yaransın. Əla. Onda gəlin F paralel qüvvəni hesablamağa çalışaq. Biz bilirik ki, F paralel mg'nin sinus alfasına bərabərdir. Çünki F perpendikulyar mg kosinüsdür. Onda F paralel bərabərdir. Kütləni verib 5, J'ni verib 10, sinus 53 onda 8'dir. Onda buradan F paralel neçə oldu? 50'ni onda 8'e vurduğumuz zaman 40 Newton eləyər. İndi gəlin baxaq şəklə. T gəlinmə qüvvəsi bu istiqamətdədir, F paralel bu istiqamətdədir. Onda elə T gəlinmə qüvvəsi də buna bərabər olarmı? Bəli. Yəni ip boyunca fikir verirsinizsə axıra qədər eyni ip gedir. Eyni ipdə nə olardı? Eyni qüvvə olardı. İndi baxın, cismin də çəkisi P cisim yazaq bura. Baxın, 40 yuxarı, 40 yuxarı. Onda cismin çəkisi nəyə bərabər oldu? 80 Newtona bərabər oldu gənclər. Baxın, belə bir maraqlı sual. Daha sonra nə deyir? Deyir ki, çəkisiz çubuqlardan A, B, C çəki daşlarının ibarət sistem tarazlıqdadır. Deməli, A və C cisimlərinin kütlələrini tapın. Tamamdır əziz dostlar, gəlin baxaq. Burada gəlin özümüz rahatçılıq naminə məsələn istiqamətlər verək və momentlər qaydasını tətbiq eləyək. Zaten başqa yolumuz yoxdur. Məsələn gənclər, gəlin baxın buradan başlayaq. Gəlin bura bir deyək L nöqtəsi. Və L nöqtəsinə görə momentlər qaydasını yazmağa çalışaq. Momentlər tənliyi yazmağa çalışaq. L nöqtəsinə qədər zaten J'ləri yazmağa ehtiyac yoxdur. Zaten J'lər ixtisar gedir, yazsanız belə. Baxın, L nöqtəsinə qədər A'nın qolu nədir? 1, 2 bölgü. Onda yazıram. M, A vurulsun 2 bərabərdir. İndi baxın, B'nin qolu nədir? 1, 2, 3, 4, 5 bölgü. Onda bunda kütləsini verib 6. 6 vurulsun 5. Onda buradan A kütləsi neçə oldu? Deməli 6'nı 5'e vuranda 30 bölünsün 2'dən 15 kilogram oldu. Baxın, 15 kilogram. Deməli A kütləsi neçəymiş?
15 kiloqram imiş. Zaten buradan da baxın MA-nın qüvvəsi belə təsir göstərəcəkdir. Əla, bunu tapdıq. Əla. İndi gəlin ip asıldığı baxın bu nöqtəyə. Yəni MA-nı gəlin bir hətta qeyd eləyək. 15 kiloqram olduğu bilinsin. İndi bizə nə deyir əziz dostlar? Deyir ki, A və C cisimlərinin kütləsini tapın. Yaxşı. İndi baxın. C cismini bu tərəfdə verib də bizə. Baxın C-ni soruşur. Düzdür. Və ipi də fikir verirsinizsə, baxın gözlüyüm, belə göstərim. Baxın bu yuxarıdan asıbdır. Baxın qırmızı rənglə göstərdiyim yerdə. İndi baxın 15 kiloqram, yəni 150 Newton. Burada da bir 6 kiloqram, yəni 60 Newton var da aşağıdır. Düzdürmü? Və iplə birləşdirilibsə, onda bura 210 Newton, yəni 21 kiloqram düşərmi? Bəli. Baxın, onda gəlin bura bir, nə bilim, hansı nöqtə deyək? M nöqtəsi deyək. Baxın, bu qırmızı ilə göstərdiyim. İndi gəlin M-ə nəzərən momentləri yazmağa çalışaq. Üzrəm, M-ə yox. Bura nəzərən desək, onda biz bunu nəzərə almamalıyıq. Baxın, buradakı ipə bir M nöqtəsi deyək. Baxın, buranı artıq özümə dayaq seçirəm. İndi baxaq, 21 kiloqramın qolu bura qədər 1-2 bölgüdür. Yazıram, 21 vur 2 bərabərdir. C nöqtəsinin qolu nədir? 1, 2, 3. M, C nöqtəsi vurulsun 3. Buradan MC bərabərdir. 21 2-yə vuranda neçə elədi? 42 bölünsün 3-dən 14 kiloqram eləmiş oldu. Deməli, A 15. Zaten A-nı tapanda cavab çıxırmış. Bu da baxın belə B variantı oldu. Təkrar edirəm. Yəni burada momentlər tənliyi yazdıqda momentlərin düsturu nə idi? Qüvvə momentinin düsturu M bərabər FD. Baxın burada D bu göstərdiyimiz bölgülərdir. Amma da qüvvəni göstərmədiyi çünki zaten yazsanız J'lər ixtisar gedəcəkdir əziz dostlar. Yəqin ki burada hər şey anlaşıldı. Yəni elə də qəliz bir sual deyil. İndi gəlin baxaq. Belə bir növbəti sual var. Bu neçənci sonuncu sualdır deyəsən səhv eləmirəmsə 4-cü sualdır. Bu da 3-cü sualdır. Şəkildəki P sistemi tarazlıqdadırsa çubuğun ağırlığı neçə P-dir? Gənclər baxın. Gəlin birinci özümüz anlamağa çalışaq. Tam belə rahat qaydada. Buradan aşağıya doğru çubuğun burada cisim veribdir. Təbii ki bunun çəkisi bir P-dir. Aha. İndi baxaq. Buradan nə edə bilərik? Baxın burada bu çubuğun çəkisini P göstəribsə, fikir ver axıra qədər eyni ip gəlir. Düzdür, bax eyni ip gəlib. Onda burada da yuxarıya doğru bir P çəkisi olar mı? Bəli. Və bizdən çubuğun çəkisini istəyir. Neçə bölgüdür? 1, 2, 3, 4, 5. Bu da bir cins yəqin ki çubuqdur. Bir cins çubuqda ağırlıq mərkəzini tən-orta götürürük. Baxın, buradan təqribi işarələsək, mərkəzdən nə var? P çubuq var gənclər. Əla. İndi hər bölgədə biz 1 desək, 1-də qəbul etsək, daha rahat olar da. Onu gəlin momentlər tənliyin yazmağa çalışaq. Baxın, bu P-nin bura qədər qolu, baxın buradır. Görürsünüz? Baxın buradır. Neçə bölgüdür? 1, 2 bölgü. Yazdıram 2P. Fikir ver. 2P. Burada fikir ver, istiqamata fikir verməlisən. Bu belə fırladır. Bu da belə fırladır. Fikir verdiniz bu iki dənə istiqamətdə. Baxın, gəlin belə göstərək. Baxın, bu belə fırladır. Bu da belə fırladır. Yəni bunlar hər ikisi sadə əqrəbinin əksinə fırladırsa, onda bu P-nin bura qədər qolu nədir? 1 bölgü, 2 bölgü, 3 bölgü. Üstə gəlinsin, 3P bərabər olmalıdır. P çubuq artıq bunu belə fırlatmaq istəyir, düzdürmü? Sadə əqrəb istiqamətində. Bu da 1 bölgünün yarısından təsiri göstəribmi? Bəli, onda 1 bölgünün yarısı onda 5'dir də. Onda P çubuq vurulsun 0,5. Deməli 5P bərabərdir 0,5P çubuğa. Buradan P çubuq neçə oldu gənclər? Deməli 5P-ni onda 5'ə bölsək 10P eləmiş oldu. Təkrar deyirəm. Baxın, burada biz çubuğun mərkəzindən, yəni çəkisini deyirsə biz onun təbii ki cismin ağırlıq mərkəzi tam mərkəzdə olmaya bilər. Amma biz söhbət bir cins çubuqdan gedirsə, onun mərkəzindən göstərmişik deyə onun qolu fikir ver. Baxın, bura qədərdir. Yəni bir bölgünün yarısıdır. İndi biz bölgüləri məsələn 1 qəbul etsək, ölçülərini, onda bir bölgünün yarısı onda 5'dir. Fikir ver. Burada da baxın, saat əqrəbi və saat əqrəbinin əksinə baxmaq lazımdır istiqamətlərə fikir verdinizsə. Baxın,
Bu tərəf bunu belə fırladır, bu da bunu belə fırladır deyə baxın cəmləmişəm. Bu bərabər olmalıdır. Çubuğun mərkəzindən təsir göstərən çubuğun ölçəksi isə onu saat əqrəbi istiqamətində fırlatdığına görə baxın onun momentləri bir-birinə bərabər olub. Çünki siz bilirsiniz ki, momentlər qaydası deyir ki, saat əqrəbi istiqamətdəki qüvvələrin momentləri cəmi saat əqrəbinin əksinə bərabər olmalıdır. Vəssalam. Düşünürəm ki, inşallah ki, faydalı oldu sizə. Əlavə sual izahları da inşallah ki, yenə sizlərlə paylaşılacaqdır. Hələlik özünüzə yaxşı baxın.